Şərtdə deyilir ki, ikinci sxemdəki kondensatorlar bateriyasının tutumunun birinci sxemdəki kondensatorlar bateriyasının tutumuna olan nisbətini hesablayın. Deməli, bizdən C2 bölək C1-i soruşur. Gəlin başlayaq birinci sxemdən. Fikir versəz görərsiniz ki, buradakı kondensatorlarımız bir-birinə paralel birləşib. Belə olan halda biz bilirik ki, C paralel bərabərdir. C1 üstə gələk C2-yə. Fikir versəz, hər iki kondensatorun tutumu C-yə bərabərdir. Onda C üstə gələk C olacaq 2C. Deməli, birinci sxemdəki biz ümumi tutumumuzu almış olduq. Deməli, C1 onda oldu 2C-yə bərabər. İndi gəlin ikinci kondensatora baxaq. Buranı silək. İkinci kondensatorda fikir versəz görərsiniz ki, bu aşağıdakı iki kondensator bir-birinin ardıcıl birləşib. Yuxarıdakı iki kondensatorda bir-birindən onlar da ardıcıl birləşib. Gəlin əvvəlcə bu yuxarıdakı kondensatorlar, iki dənə ardıcıl birləşənə ayrı baxaq. Sonra aşağıdakı iki ayrıcıl birləşənə ayrı baxaq. Deməli, ardıcıl birləşmədə C ardıcıl bərabərdir. Əgər tutumlar bərabər olarsa, bu zaman, baxın, fikir versəz, hər birinin tutumu C, C-dir. Yəni, bərabərdir. Bu zaman biz saya bölürük. C-ni bölürük N sayına. 2 dənə kondensatorumuz olduğundan C bölək 2 olacaq. Deməli, onda yuxarıda C bölək 2 oldu bizim tutumumuz. Aşağıda da eyni ilə gördüyünüz kimi ardıcıl birləşib və hər ikisinin də tutumu C-yə bərabərdir. Bu zaman elə aşağıda da bizim ümumi tutumumuz olacaq elə C bölək 2. İndi fikir versəz, yuxarıdakı ardıcıl birləşən kondensatorlarla aşağıdakı ardıcıl birləşən kondensatorlar bir-birinə artıq paralel birləşib. Bu zaman bu paralel birləşmədə artıq C paralel bərabər olacaq. C bölək 2 üstə gələk C bölək 2-yə. Buradan artıq onda olacaq 2C bölək 2. 2-lər ixtisar gedəcək. O da olacaq C-yə bərabər. Deməli, onda elə mənim ikinci sxemindəki ümumi tutumum C2 bərabər oldu C-yə. Gətirib yerinə yazsaq onda C2 bölək C1 bərabərdir C2 C, C1 də 2C'dir. C-lər ixtisar getdi, qalacaq 2-də 1. Cavab oldu D bəndi.